Dikkat edin, Abu Bakr radiyallahu anh ne kasıblıqdan əziyyət çəkib, nə işgəncələrə məruz qalıb, nə döyüşlərdə çox sayda yara alıb, nə də şəhid olub. Lakin ümmətin ən xeyirlisi sayılır. Niyə? Bu sualın cavabı indi oxuyacağımız ayədədir. Bir zaman kafirlər Peyğəmbəri 2 nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O 2 nəfər mağaradaykən onlardan biri öz sahabəsinə dedi: "Qəm yemə, Allah bizimlədir." Bu Ət-Təvbə surəsinin 40-cı ayəsidir. Yansınlar, parçalansınlar. Dünya müsəlmanların 90%-dən çox Əbu Bəkri sevir və qiyamət gününə qədər sevəcəklər. Qiyamət gününə qədər Tövbə surəsi 40-cı ayəni oxuyacaqlar. O ayəni ki, Qurandan çıxarda bilməyəcəksiniz. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahumma salli ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim ecma'in. Məhərrəm səfər ayları bitəndən sonra Rabiul Əvvəl ayı başlayır ki, həmin ayın ilk günləridir və bu ayın əvvəlində hicrət hadisəsi baş verib, əziz İslam Peyğəmbəri sallallahu aleyhi və alihi və səlləm Məkkədən Mədinəyə hicrət edib. Bu hadisə nəql olunanda 2 şəxsə diqqət çəkilir. Birincisi İmam Ali aleyhisselam, ikincisi də Əbu Bəkir. Bir dəstə insan Əbu Bəkirin hicrət zamanı mağarada olmasını qeyd edirlər və Təvbə surəsinin 40-cı ayəsindən bəhs edirlər ki, Allah Rəsulü sallallahu aleyhi və alihi və səlləm o ayədə Əbu Bəkirə, yəni yanında olan şəxsə deyib ki, "Lə təhzən, innallaha ma'ana." Qəm eləmə, hüzün yemə, qəmlənmə, Allah bizimlədir. Bu hadisəni elə qələmə veriblər ki, bu Əbu Bəkirin fəzilətinə dəlalət eləyir. Və hətta deyirlər ki, Əbu Bəkir başqa sahabələr kimi işgəncə görməyib, döyüşlərdə yaralanmayıb, kasıbçılıq görməyib, İmam Ali aleyhisselam kimi şəhid olmayıb, amma onların hamısından üstündür. Ziddiyyətə baxın. Bu hadisəni də elə şişirdiblər, illərdir müsəlmanları alladırlar ki, Əbu Bəkir orada olub və bu da böyük bir fəzilət kimi qələmə verilib. Nədir ki, orada sahib sözü keçib. Gedin, baxın, görün sahib sözü hansı məxluqlar üçün gəlib. Biz burada demirik, sonra deyərlər ki, təhqir edirsiniz. Baxın, bir insan, İmam Ali aleyhisselam nə cür məzlumdur ki, Leylətul Məbit hadisəsində Peyğəmbərin yatağında yatıb. Sünni təfsirləri, səhih sünni mənbələri var bu barədə. Özünü atəşə atıb, özünü müşriklərin qılıncları altında salıb. Bundan danışan yoxdur. Bir kişi də əgər sabit olsa, mağarada Peyğəmbərin yanında qəmlənir, Quran şəhadət verir ki, bu adam qəmlənirdi. Elə də deyirlər ki, bu ayəni Qurandan çıxara bilməzsiniz. Biz niyə çıxaraq ki, bu ayəni? Bu ayə xeyru dəlildir. Ən xeyirli dəlillərdən biridir ki, Əbu Bəkir necə bir insan olmasını göstərir. Quran şəhadət verir, Peyğəmbər dili ilə, mübarək dili ilə buyurur ki, "Lə təhzən, qəmlənmə." Peyğəmbər 40 yaşında Peyğəmbərliyə çatdı. 13 il Məkkədə təbliğ elədi. 53 yaşında hicrət elədi. 10 ildən Mədinədə oldu, 23 il, 63 yaşında vəfat elədi. Baxın, 53 yaşında Peyğəmbər olanda Əbu Bəkirin 51 yaşı var idi. 51 yaşlı kişi qəmlənir Peyğəmbərin yanında. Onları da müşriklər tutmayıblar hələ. Həmin anda İmam Ali aleyhisselam 30 il Peyğəmbərdən balacadır, orada olur 23 yaşı. 23 yaşında bir cavansa özünü atıb təhlükəyə. İmam Ali aleyhisselam qalıb kənarda Əbu Bəkirin qəmlənməsini böyük bir fəzilət kimi qələmə veriblər. Baxın, Quran-ı Kərimin Bəqərə surəsinin 207-ci ayəsi İmam Ali aleyhisselam haqqında nazil edilib. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və minən-nasi mən yəşri nəfsəhu ibtiğaə mərdatillah. İnsanlardan eləsi var ki, özünü Allah rızası üçün fəda edir. Səhih sünni mənbələri, sünni təfsirləri deyir ki, bu ayə İmam Ali aleyhisselam şənində nazil edilib. Biz Əl-Mustədrək alə Səhihin kitabına müraciət edirik. Hakim Nişapurinin kitabıdır. Təhqiq və dirasa Mustafa Abdülqadir Ata. 3-cü cild səhifə 5-də. Darul Kutubul İlmiyyə tərəfindən çap edilib. Hədisin rəqəmi 4263. Deyir, "Həzə hadisun sahihul isnadi və lam yuxricahu." Bu səhih bir isnadlı hədisdir, onu Buxari və Müslim gətirməyib. Niyə gətirməyiblər, soruşun vəhabilərdən. Hədisin zeylində deyir ki, "Qala fit təlxis." Şəmsüddin Zəhəbi İbn Teymiyənin tələbəsi təlxisində deyib ki, bu hədis nədir, səhihdir. Deyir ki, "Şəra Aliyyun nəfsəhu və ləbisə thawban nəbiyyi sallallahu aleyhi və alihi və səlləm, thumma nama məkanahu." Deyir, İmam Ali aleyhisselam özünü Allah üçün fəda etdi və Peyğəmbərin paltarını geyinib onun məkanında yatdı. Əl-Bidayətü və Nihayyə kitabına müraciət edirik. İbn Teymiyənin başqa tələbəsi İbn Kəsirin kitabıdır. Təhqiq doktor Abdullah İbn Abdülmuhsin Ət-Turki. 11-ci cildə müraciət edirik. Hicr tərəfindən çap edilib. Bu kitabın
43 və 44-cü səhifəsində. 43-cü səhifədə deyir ki, fəqaləl İmamu Əhmədu. Əhməd ibn Həmbəl deyib, Həmbəli məzhəbinin banisi. 2 qoyub aşağıda zeyildə yazıb ki, Əl-Musnəd, Musnəd əsərində gətirir. 1-ci cild səhifə 330-da və 331-də. Deyir, İsnaduhu sahihun, isnadı da səhihdir. 44-cü səhifədə bu rivayət uzundur, 43-də başlayır. 44-cü səhifədə deyir ki, qalə və şəra aliyyun nəfsəhu. İmam Ali əleyhissalam özünü fəda etdi. Ləbisə thəvbən nəbiyyi sallallahu aleyhi və aleyhi və səlləm. Peyğəmbərin paltarını giyindi. Thumma nəmə məkənəhu. Sonra məkanında yatdı. Fəcəə Əbu Bəkrin və aliyyun naimun. Əbu Bəkir gəldi və İmam Ali əleyhissalam yatmışdı. Və Əbu Bəkrin yəhsəbu ənəhu nəbiyyullah sallallahu aleyhi və aleyhi və səlləm. Əbu Bəkir elə hesab etdi ki, o Allahın peyğəmbəridir. Baxın, gizlədirlər, bunları demirlər. Səhih rivayət deyir ki, Əbu Bəkir həmin vaxtı gəlib Peyğəmbərin evinə, heç xəbəri yoxdur ki, Peyğəmbər hicrət edir. Amma elə qələmə veriblər ki, sanki Peyğəmbərin ehtiyacı olub Əbu Bəkir aparıb özü ilə. Fəqalə Əbu Bəkir deyir, ya Nəbiyyallah, ey Allahın Peyğəmbəri. Fəqalə ləhu aliyyun, İmam Ali əleyhissalam ona dedi, İnnə Nəbiyyallahi qad intələqə nəhvə bi'ri meymunin. Peyğəmbər artıq Meymun quyusuna tərəf gedib. Fəədrikhu, get onun yanına. Qalə fəntələqə Əbu Bəkrin. Əbu Bəkir də getdi, fədəxələ mə'ahul qarə. Və onunla birlikdə mağaraya girdi. Baxın, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm Əbu Bəkiri aparmayıb. Əbu Bəkir gedib özünü çatdırıb Peyğəmbərə, fərz elə bir nəfər təhlükədədir. Sığınıb bir dənə yerə gizlənir müşriklərdən. Bilmir öz canının hayında olsun, yoxsa Əbu Bəkiri sakitləşdirsin. Və Quran da şəhadət verir ki, lə təhzən, qəmlənmə. Peyğəmbər qalıb orada ki, özü gizlənsin müşriklərdən, yoxsa yanındakını sakitləşdirsin ki, səsini birdən eşidərlər, qəmlənməsi narahatçılıq verər. Amma digər tərəfdə bir nəfər 23 yaşlı bir cavan Peyğəmbərin yolunda canından keçir. Ola bilərdi, elə bilərdilər Peyğəmbərdi, vurub öldürərdilər. O, məzlum qalıb orada danışan yoxdur. Bu qəmlənən hadisəni böyük bir fəzilət kimi qələmə veriblər. Və maraqlısı da bundan ibarətdir ki, Buxarinin özündə vəhabilərə oxunmayan bir rivayətdə görün nə deyilir. Sahihul Buxari, Davr ibn Kəsir tərəfindən çap olunan nüsxə səhifə 173. Hədisin rəqəmi 692. Deyir, ləmmə qadiməl mühəcirunəl əvvəlunəl usbətə mavdi'un bi buqaə. Qəblə məqdəmi Rasulillahi sallallahu aleyhi və aleyhi və səlləm kənə yəummuhum Salimun, mavlə Əbi Hüzeyfətə və kənə əksəruhum Qur'anən. Deyir, o vaxt ki, mühacirlər, ilkin mühacirlər gəldilər Usba adlı məntəqəyə ki, Buqada bir dənə məntəqə idi, Peyğəmbərin ora gəlişindən qabaq. Həmin şəxslərə Salim adlı bir nəfər namaz qıldırırdı, pişnamazlıq edirdi, Əbu Hüzeyfənin qulamı idi. Və onların əksəriyyəti də Quran qariləri, Quran hafizləri idilər, Quranı cəm eləyənlər idilər. Baxın, Peyğəmbər gəlməmişdən qabaq bir dəstə Buqada namaz qılırlar, Usba adlı bir yerdə namaz qılırlar. Bu namaz qılanlardan biri kimdir? Əbu Bəkir. Bunu nəyə əsasən deyirik? Həmin Sahih Buxarıda, həmin nüsxədə 7175-ci rivayətdə. Deyir ki, kənə Salimun mavlə Əbi Hüzeyfətə yəummul mühəcirinəl əvvəlinə və əshabən nəbiyyi sallallahu aleyhi və aleyhi və səlləm. Deyir, Salim Əbu Hüzeyfənin qulamı ilkin mühacirlərə namaz qıldırırdı və Peyğəmbərin sahabələrinə pişnamazlıq edirdi Quba məscidində. Fihim Əbu Bəkrin və Umaru. Onların arasında Əbu Bəkir və Ömər də var idi. Əbu Bəkir Peyğəmbərdən qabaq Mədinədədir. Çünki birinci hədisdə, Buxarda oxuduğumuz birinci hədisdə deyir ki, Peyğəmbər gəlməmişdən qabaq Hüzeyfənin qulamı, Əbu Hüzeyfənin qulamı Salim onlara namaz qıldırırdı. Bu rivayəti də onun yanına qoyanda deyir ki, o namaz qılanların içində Əbu Bəkir də var idi. İqtida eləyirdi kimə? Salimə. Deməli, Əbu Bəkir Əbu Bəkir Peyğəmbərin hicrətindən qabaq Mədinədə idi. Amma deyirlər ki, Peyğəmbərlə birlikdə mağarada olub. Bu hədisi nə gizlədirsiniz demirsiniz? Özlə baxın, deyirlər ki, Peyğəmbər xəstələnəndə Əbu Bəkir pişnamaz olmuşdu. Bu onu göstərir ki, Əbu Bəkir hamıdan üstündə. Amma Əbu Bəkir burada nədir? İqtida eləyir. Deməli, Salim bu məntiqlə Əbu Bəkirdən üstündür. Və nəhayət nədir? Nəhayət və xülasə budur ki, İmam Ali əleyhissalam kimi bir fədakar, Allahın şiiri qalıb kənarda, danışan yoxdur fəzilətlərindən. Amma ümməti illərdə alladırlar, deyirlər Əbu Bəkir orada olub və bu da böyük bir fəzilət kimi Əbu Bəkirin haqqında qeyd edilir. Vəlhamdülillahi Rabbil aləmin.